Burada da indi hal-hazırda avqustun 29-u qız bürcü. Bunun da qəşəng kahve falı çıxıb. Görürsüz? Həyatı rəngarəng, gözəl. İki cür qız bürcü var. Biri bədbin, biri optimist olanlar. Bax bu qız evə çox qapanıb. Həyatını rəngləndirə bilər, amma tənbəlliyi var. O tənbəllikdən çıxmalıdır qız bürcləri. Tənbəllikdən çıxın. Özdə hər yerdə deyirlər ki, başdan dedim, indi sonra videoma da baxıb görərsən. Sonra gəlirik. Qəşəngdir bax, xalça kimi, gözəl, naxışlı həyatın var. Sadəcə sən öz həyatını, özün öz həyatını mənalı eləməlisən. Görürsən? Qızlar fərasətli olur, qazançlı olur. Allah onlara hər yerdə ruzi göndərir. Həyatında bax, yaşıl işıqdır. Hər yer qəşəngdir. Bir dəqiqə səs eləməyin, çəkilişdəyəm. Biraz sıxıntılarım var, o da keçib gedəcək. Bax, sənə 2 dənə qəşəng qapı açılır. Görürsən, qapının nə qəşəngdir, bax. Dinə çox bağlısan, həddindən çox dinə bağlısan, Allaha bağlısan. Qəşəng sənə qapılar açılır, yollar açılır. Uzun bir yol görsənir sənə, harasa getmək planında var. Bəzən bezirsən, amma səhər oyanıb yenidən özün üçün bir iş tapırsan. Yenə deyirəm, qızlar 2 cürdür. Biri tənbəl, biri aktiv, fərasətli. Sən bu tənbəllikdən çıxmalısan ki, bax, həyatın belə rəngarəng olsun. Özün üçün nəsə eləməlisən. Heç bir pis şey görsənmir qızlar üçün. Qız bürcləri olanlar səhifəmi bəyənsin. Qayd edin, qoyun çox adamın qarşına çıxsın. Çox qəşəng. Yəni bir dənə qara qura yoxdur həyatınızda. O da qızlar.